Bəli, uşaqlar, deməli, 9-cu sınaqlar, heç siz də demirsiniz, səsiniz gəlmir. 9-cu deməli, sınaq 3-cü qrup. Deməli, uşaqlar, bax, 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində Osmanlı dövlətinə aid ümumi cəhət soruşulur. Məhdud sultan hakimiyyəti olması səhvdir, çünki Osmanlı tarixində sultan hakimiyyəti qeyri-məhduddur. Səfəvlərlə sülh müqaviləsi 17-ci əsrin sonu yoxdur, yəqin bilirsiniz. Ona görə ki, müharibə olmayıb Qəsrin müqaviləsindən sonra uzun müddət 1723-ə qədər olmayıb deyə, yəni bu cümlə səhvdir. Xidmət müqabilində tigri torpaqların paylanması Səfəvi dövlətinə aiddir, yəni Osmanlı tarixinə aid deyil. Sonra onlarda bilirsiniz Temar və Ziyamət var. Avropa ölkələrlə müharibədə məğlub olması düzdür. Doğru cavabımız D variantıdır. Müqəddəs birliyə məğlub olmuşdu. 99-da müqavilə imzalamışdı. Lalə dövrünə aid islahatların həyata keçirilməsi də ki, səhvdir. Çünki Lalə dövrü 18-ci əsrdir. 3-cü Əhmədin dövrünə aiddir. 1718-dən sonra islahatlar keçirilib orada İbrahim Paşa sədrəzəm. Ona görə doğru cavabımız olur D variantı. Vaterlo döyüşünə məğlub olan dövləti xəritədə müəyyən edin. Uşaqlar, Vaterlo döyüşü 1815-ci ildədir. Həmin döyüşdə fransızlar müttəfiqlər tərəfindən məğlub edilib. Burada da Fransa bilirsiniz ki, 4-dür. Xəritə biraz yaxşı düşmüb. 2 İtaliyaya oxşuyur. Deməli 3 Almaniya, Polşadır. 1 İngiltərədir, 5 isə İspaniyadır. Biraz yaxşı görsənmir. Sonra deməli bizə cavab 4 Fransa lazım idi. Sonra 3-cü test. Fransa imperatoru 1-ci Napolyon. Hamınız bilirsiniz ki, Fransada imperiya dövrü var. 1-ci 1804-dən 14-ə qədər. Orada da imperator olub 1-ci Napolyon. 14-də sürgün edilib, sonra 100 günlük hakimiyyətə qayıdıb təzədən 15-ci ildə. O da bax elə buradakı Vaterlo döyüşündə məğlub oldu. Amma burada deyir ki, Napolyonun fəaliyyətinə aiddir. Rusiya çarı 1-ci Aleksandrın məğlubiyyətə uğradılması aiddir onun dövrünə. Çünki hətta onu Tezit müqaviləsi imzalamağa da məcbur etmişdi 1807-ci il və 12-ci ildə müharibələr olmuşdu. Borodina vuruşması. Deməli biz biri götürürük burada. Üçlər İttifaqı 1882-də yaradılıb. Bunun dövrünə aid deyil deyə çıxırıq. Trafalgar döyüşündə ingilislərin məğlub edilməsi cümləsi səhvdir. Çünki özü məğlub edilib 1805-ci ildə. Avstriya və Prusiya ordularına qalib gəlməsi 1805-ci ildir. Austerlitz döyüşü. Deməli, burada 1 və 4 doğru cavab D bəndidir. Osmanlıya qarşı müqəddəs ittifaqdakı 1815-də də var. Napolyondan sonraya düşür. 1684-də də var. Orada Napolyon yoxdur. Ona görə cavabımız oldu D variantı. Yenə burada Rusiyanı soruşur uşaqlar. 1-ci Aleksandr və 2-ci Aleksandr. Burada ümumiyyətlə hakimiyyəti bilmək lazımdır. 1-ci Aleksandr 1801-də gəlib 25-də gedib. 1-ci Aleksandrdan sonra 25-55 Nikolay olub. Sonra 55-dən 81-ə qədər 2-ci Aleksandr olub. İndi bizə deyir 1-ci Aleksandrdan 2-ci Aleksandra aid ümumi cəhət tapın. 1. Məhkəmə islahatının həyata keçirilməsi 2-ci Aleksandrdır. 1864. Ona görə biz bunu çıxırıq. Osmanlı dövləti ilə müqavilə imzalanması 1-ci Aleksandrda var 1812. Bax, yəqin bilirsiniz, Buxarest müqaviləsi. 2-ci Aleksandrda da var. Krım müharibəsini yekun olaraq 56-cı ildə Parisdə müqavilə imzalamışlar. Deməli 2-ni götürürük. Ümumiyyətlə uşaqlar, aqrar sahədə islahatların keçirilməsi Aleksandrın hər ikisində var. Torpaq sahəsi verilməsi nəzərdə tutulurdu. 2-3 doğru cavabdır. Fransanın kontinental blokada dekretinə qoşulması isə bu şeydədir uşaqlar. 1-ci Aleksandrdadır. İngiltərəyə qarşı yaradılmışdı həmin blokada. 1806-da Aleksandr da 7-də qoşulmuşdu. 2-cidə deyil, 1-cidədir. Cavabımız C variantı qalır. Sonra keçirik 5-ci suala. Uşaqlar deyir, istiqlaliyyət müharibəsi birincisindən fərqli olaraq ikinci. Biz bilirik ki, 1-ci istiqlaliyyət müharibəsi 1775-də başlayıb, 83-də bitib. İkinci də 12-ci ildə başlayıb 1814-də başa çatıb. Gent müqaviləsi ilə. Burada bir deyir ki, Avropa ölkələrindən böyük dəstək ala bildi. Zaten birincidə də almışdı İspaniyadan baxmısınızsa, deməli, eyni zamanda Fransadan. 2. Yandırılmış torpaq taktikasını istifadə edərək İngilis ordusunun zəiflətməsi bu 1-ci istiqlaliyyət müharibəsində var idi. 3. Partisan müharibəsi taktikası da birincisində var idi. Ona görə biz 1, 2, 3-ü çıxırıq. Yəni fərqli cəhət deyil. Elə birinciyə aiddir bu 3-ü.
4. İngiltərənin müstəmləkəsi olan Kanadaya qoşun yeritməsi 1812-ci il düzdür. Gent müqaviləsi də 1814-cü il düzdür. Deməli cavabımız olur 4 və 5 D variantı. Sonra 6-cı sual. Deyir 20-ci əsrin əvvəlləri Böyük Britaniya tarixinə aiddir. Dünya ticarətində birinci yerdə olması düzdür. 20-ci əsrin əvvəllərində ticarətdə birinci idi. 2. Kapital ixracına görə ikinci yerdə tuturdu, səhvdir. Deməli, Böyük Britaniya kapitala görə də birinci yerdə idi 20-ci əsrin əvvəllərində. İngilis funt sterlinqi və London dünyanın maliyyə mərkəzi idi. Hindistanın işğalının başa çatdırılması bilirsiniz 1856-cı il Audukun yazılığı, bu səhvdir, 19-cu əsrdir. Kanadaya dominion hüququnun verilməsi 1867-ci il, bu da səhvdir, 19-cu əsr. Xarici siyasətdə Rusiya ilə yaxınlaşması düzdür. Çünki niyə? Antanta yaradılmışdı, 1907-də başa çatmışdı. Deməli, cavab olur 1 və 5, C variantı. Deməli, növbəti suala baxırıq. İbrahim Paşa Osmanlının əvvəlki nüfuzunun dirçəldilməsini, Avropada itirilmiş torpaqların geri qaytarılmasına deyil, boşaldılmış xəzinənin doldurulmasında görürdü. Lakin xəzinəyə daxil olan gəlirin çox hissəsini ordu quruculuğuna yox, daha tez-tez Sultan Sarayında Avropa elçilərinin də iştirak etdiyi dəbdəbəli əyləncələrə və ziyafətlərə xərcləyirdi. Deyir, Osmanlıların mətnində bəhs olunan siyasəti səbəb oldu. Osmanlı dövlətinin əvvəlki qüdrətini bərpa etməsinə xeyr, İbrahim Paşa bilirsiniz də geriləmə dövrünə islahatlar keçirmişdi və qarşısını ala bilməmişdi. B bəndi. Kəndlərin təsərrüfatı buraxaraq ölkəni tərk etməsi səhvdir. Osmanlıya qarşı çıxışlar doğrudur. Bilirsiniz nəyə? Çünki 1730-cu ildə üsyanların nəticəsində elə həm İbrahim Paşa, həm də 3-cü Əhməd hakimiyyətdən devrilmişdi. Uğursuz siyasətinə görə. Cavab olur C variantı. 8-ci suala baxırıq. Hadisə nəticələ qədər soruşulur. Deməli, uşaqlar, Niştat sülh müqaviləsi bilirsiniz ki, Şimal müharibəsinin nəticəsidir 1721. Rusiya imperiyası adlanmağa başlandı, o da düzdür 21-dən. İngiltərədə şanlı inqilab baş verdi 1688. Hakimiyyət dəyişikliyi dinc yolla həyata keçirildi. O da düzdür. Oranlı Vilhelm gəldi. Cavab 1-2-dir. Kiçik Qaynarca müqaviləsi 1774. Osmanlı dövləti Krımın Rusiyaya məxsus olduğunu tanıdı. Səhvdir. Çünki o 1791-ci il müqaviləsinin şərtidir burada qeyd olunan. Kiçik Qaynarcada Krımın sadəcə olaraq müstəqil olması tanınıb. Saratoga döyüşü deməli baş verməsi ABŞ ilə İngiltərə arasındakı müharibənin taleyi həll olundu. Bu Yorktown döyüşündə həll olundu 1781, Saratoga'da 77-dir, ona görə səhvdir. Doğru cavab 1 və 2 B variantıdır. 9-cu sual. Krım müharibəsindən fərqli olaraq 1-ci Balkan müharibəsi. Krım müharibəsi 1853-56-dır. 1-ci Balkan 1912-13-cü illəri əhatə edir. Burada bizə deyir ki, Osmanlı, İngiltərə və Fransa ilə yaxınlaşdı. Bu, Krım müharibəsindədir. Osmanlı, İngiltərə, Fransa ilə yaxınlaşdı və qalib gəldi. Yəni, 1-ci Balkanda yoxdur. Yekun olaraq London müqaviləsi imzalandı 1913-cü il düzdür. İkini götürürük. Osmanlı və Rusiya orduları qarşılaşdı. Bu elə Krım müharibəsindədir. Fərq deyil. Osmanlının Avropadakı hakimiyyəti başa çatdı. 1-ci Balkan müharibəsində düzdür. Çünki Ədirnə və ətraf ərazilərdə bir çox hissələri Avropadakı torpaqlarını itirdi. Deməli, cavabımız 2 və 4 olur. 1-ci Balkan müharibəsinin nəticəsidir. Osmanlı dövləti qalib gəldi. Bu da Krım müharibəsində qalib gəlib. Balkanda məğlub olub və Avropadakı hakimiyyəti başa çatıb. Yəni, cavabımız olur Y variantı. 10-cu sual belədir. Həm Taipinlər hərəkatı, həm də Sipahilər üsyanı. Bax, zorla xristianlaşdırma siyasətinə qarşı baş verməsi bu sipahilərdir. Başlanması 1857, başa çatması 59, Hindistan tarixindədir uşaqlar. Müstəmləkə zülmünə qarşıdır. Taipinlər 1850-də başlayıb, 64-də bitib, Çin tarixinə aiddir. Həm Mancur ağalığı, həm də müstəmləkəyə qarşıdır, yəni. Sonra hərəkatın əsgərlərin çıxışı ilə baş verməsi, bu da sipahilər üsyanındadır. Deməli, AB gedir 2-yə. Burada da baxsaq, C variantında var. Sonra C-yə baxırıq, 1-də Taipinlər hərəkatı. Üsyançıların öz dövlətini yaratması, bəli, 1852-də Taipin dövləti yaratmışlar. Y variantı. Qadınlara kişilərlə hüquq bərabərliyin verilməsi də Taipinlərdədir. C doğru cavabdır. Sonra D variantı
müstəmləkə zülmünə qarşı baş verməsi hər ikisinə aiddir. Cavabımız oldu C variantı. Yəni hər ikisi müstəmləkə zülmünə qarşıdır. Ətraflı məlumatda bunun haqqında eşitdiniz. Sonra baxırıq 11-ci suala. Deməli deyir ki, 1813-cü ildə ordusu müttəfiqlər, yəni Avropa dövlətlərinin yaratdığı koalisiya tərəfindən məğlub edilməsi bu Fransadır uşaqlar. Burada Fransada hansıdır? 4. Yəni cavab A variantıdır. Yəqin bilirsiniz, 2-dir Böyük Britaniyadır, 3-dür Almaniyadır, 1 Rusiyadır, 5 isə Türkiyədir. 12-ci sual. 19-cu əsrin 70-ci illəri Osmanlı, yəni 1876, 1889-da Yaponiya tarixində, burada cavab konstitusiyalı, yəni konstitusiya qəbul olundu və nəticəsində konstitusiyalı monarxiya çevrildi. Cavab D variantı. Osmanlı tarixi 1876-cı il Midhət Paşa konstitusiyası Osmanlı tarixində ilk dəfə qəbul olunub. Yaponiya tarixində ilk dəfə konstitusiya qəbul olunub 1889. Yaponiyada sonra 1947-də konstitusiya var. Osmanlıda isə konstitusiya yoxdur. Türkiyədə var 1924 və 1961-ci il. 13-cü sual. Marna döyüşünün baş verməsi 1914, İngilis-Fransız qoşunlarının uğur qazanması nəticəsinə baxaq. Antanta hərbi ittifaqının yaranması bilirik ki, 1907-dir. Almanlar ilk dəfə zəhərli xlorlardan istifadə edib 1915-də. İtaliyanın Üslər İttifaqından çıxması da 15-dir. Şlipen planının uğursuzluğa düçar olması, bax, İngilis-Fransız qoşunun uğur qazanmasının nəticəsidir. Yəni cavab elə D variantıdır. Şlipen planı iflas uğradılıb. 1905-də tətbiq olunmuşdu. Almanların ildırım sürətli müharibə planıdır. 14-cü sual. Deyir, Tilsit sülhünə görə Rusiya. Burası sadədir, 1807-ci ildədir. İngiltərəyə qarşı kontinental blokadaya qoşulmalı idi. Cavab D variantıdır. 14-cü sualda 1807-dədir. Həmin blokadanı özə yaratmışdı fransızlar, bilirsiniz yəqin. Sonra 15-ci suala baxırıq. Bax, deyir, uyğunluq gözlənilmişdir. Rusiya Çarı 1-ci Pyotrla müttəfiqlik əlaqəsi saxlayırdı Səfəvi hökmdarı Təhmasib. Səhv uşaqlar, çünki 1-ci Təhmasibin yaşaması bilirsiniz 16-cı əsrdir. Pyotr 17-18-ci əsrdə hakimiyyətdə olub. Hərb tarixində qumbaraçılar ocağını yaratmışdı 1-ci Mahmud, düzdür. Bilirsiniz də 1-ci Mahmud hakimiyyət illəri 30-dan 54-ə qədər. Doğru cavab B idi. İngiltərədə inqilab başlayıb 1640. O da 17-ci əsrin 40-cı illəridir. Alda döyüşündə Rusiya qoşunları qalib gəlmişdi. Dağların başçısı Şeyx Şamilə yox, Şeyx Mənsura 1785-də. Amerikada istiqlal bəyannaməsinin başlıca müəllifi olmuşdur. İctimai siyasi xatim Benjamin Franklin deyil, Thomas Jeffersondur. 16-cı sual. Konqresin vətəndaş müharibəsindən sonra konstitusiyaya etdiyi ilk dəyişikliyə görə Amerikada vətəndaş müharibəsi 1861-də başlayıb, 65-də başa çatıb. Ondan sonra konstitusiyaya dəyişiklik olub 66-cı ildə. Həmin dəyişiklik bax burada verilib C variantında. İrqindən asılı olmayaraq mülki və siyasi hüquqlara sahib idilər. Yəni qaralara ağlarla bərabər hüquqlar verilmişdi. Deməli 17-ci sual. 1-ci Dünya müharibəsi ərəfəsində Böyük Britaniya tarixinə aiddir. Hindistanın işğalının başa çatdırılması, ümumiyyətlə birisi də ərəfə nədir? Əvvəl sözü deməkdir. Hindistanın işğalının başa çatdırılması 1856 Aud knyazlıq. Bu ərəfə deyil, daha əvvəl, çox əvvələ düşür. Yəni müharibə ərəfəsi odur ki, müharibəyə az qalmış, onunla bağlı olan bir proses. Cənubi Afrika İttifaqının Dominionu yaradılması 1902-dir, ərəfəyə düşür. Xarici siyasətdə Fransa və Rusiyanın yaxınlaşması 1907-də Antantada bizdə 3-ü var. Həm Britaniya, həm Fransa, həm Rusiya. Bu cavab 2-3-dür, yəni A-dır. Çinin müstəmləkəyə çevrilməsi də bilirsiniz ki, 19-cu əsrdə o Tiryək müharibəsi nəticəsində yarım müstəmləkəyə çevrilib. Doğru cavabımız oldu A variantı. 18-ci sual. Şimal müharibəsi dövrü 1700-1721. A bəndi. Şeyx Mənsur Alda döyüşündə ruslara qalib gəldi. 1785-də düşmür. Osmanlı dövləti Lalə dövrü islahatları keçirdi. 1703-1730 düşür müharibəyə. 18-ci ildə də keçirmişdi. Amerika istiqlal müharibəsinin başlandığı 1775, birincisini soruşur. Rusiya ilə Osmanlı arası yazısı 1791, Stuartların hakimiyyətə gəlməsi 1603. Doğru cavabımız oldu B variantı. Sonra növbəti suala baxırıq. 1-ci Pyotrun hakimiyyət dövrünə aid olanları seçin. Bax,
1682-də gəlib Pyotr, hakimiyyətdə olub 1721-ə qədər. Rusiyanın Krım xanlığını işğal etməsi 1783-dür, Pyotra düşmür. 2-ci Yekaterinadır. Sonra Osmanlı dövlətlə müharibə aparması Pyotrun hakimiyyət dövrünə düşür. Deməli, Purt müharibəsi. Ona görə 2-ni götürürük. 1711. İlk dəfə donanmanın yaradılması 1-ci Pyotrda olub. Rusiya tarixində ilk donanmada, yəni. Cavab 2-3-dür. Respospolitanın bölüşdürülməsi 1795-dir, düşmür. Poltava döyüşü 1709-dur, düşür. Və cavabımız olur 2, 3, 5. Yəni B variantı. Respospolita 1795 olduğuna görə düşmədi, Yekaterinadır. Amma Poltava döyüşü 1709-u düşür. 20-ci sual. 18-ci əsrin 1-ci yarısı və 2-ci yarısı. Bax uşaqlar, Osmanlı dövləti soruşulur. Nadir Şah Əfşarla sülh müqaviləsi imzalayan 1-ci Mahmuddur. Təxminən 1743-dür, düşür. 1-ə A variantı. Yazıçı müqaviləsi 91, 2-ci yarısıdır, çıxırıq. Viyana şəhərinin fəth olunması yanlış cümlədir. 1683-də mühasirəyə alındı, tuta bilmədi. Ona görə C-ni çıxırıq. Səfəvi hökmdarı Şah Süleymanla dostluq əlaqəsi Süleyman da bilirsiniz ki 17-ci əsrdə hakimiyyətdə olub, ona görə səhvdir. Təkcə bir də cavab A variantıdır. Yəqin ki cavab B olacaq. Bir dənə də burada var. 2-də də C bəndinə baxırıq. Bax, Səfəvilərlə müharibə, Səfəvilər 18-ci əsrin 2-ci yarısı yoxdur, çıxırıq. 1-ci Mahmudun hakimiyyətə gəlməsi 1730-dur, bunu da çıxırıq. Dağılma dövrünün başlanması 1791-dir, götürürük. 3-cü Əlim islahatları 1792-dir, götürürük. Deməli, cavabımız oldu B variantı. Sonra, deməli, Osmanlı Sultanı 3-cü Əhmədin islahatlar keçirməkdə məqsədi nədir? Deməli, Osmanlı dövlətinin geriləmənin qarşısını almaq, sarsılmış qüdrətini bərpa etmək. Cavab elə budur. Çünki Osmanlı dövlətində durğunluq dövrü var. Bilirsiniz ki, başlanması 16-cı əsr, başa çatması 1699. Sonra geriləmə dövrü var. 99-dan 1791-ə qədər 3-cü Əhməd də orada hakimiyyətdə olur deyə cavab A variantı çıxır. Sonra, deməli, 22-ci sual. Xəritədə iştiqlənmiş ölkənin 18-ci əsr. Bax, uşaqlar, iştiqlənmiş ölkə İspaniyadır. Bu balaca yeri saxlayıblar, orada Portuqaliyadır, ağ yer. Deməli, o vaxtı İspaniyanın ərazisi buraydı, şimalı tam tuta bilməmişdilər. İngiltərəyə qarşı müharibədə Amerika ilə ittifaqda olmuşdur. 1775, 1783, bəli, Saratoga döyüşündən sonra İspaniya yaxınlaşmışdı Amerika ilə. Deməli, cavabımız A variantıdır, 18-ci əsr. Məğlub edilməz armadası İngiltərəyə məğlub olub 1588, bu 16-cı əsrdə çıxırıq. Müsəlmanlara qarşı rekonquist hərəkəti başlanmışdır, 11-ci əsr, çox uzaq tarixdə çıxırıq. Fransa İmperatoru 3-cü Napolyon 19-cu əsrdə yaşayıb, çıxırıq. 7-li müharibədə Fransanın qələbəsinə yardım etmişdir. O da səhvdir. 7-li müharibə 1756-63, Fransa orada məğlub olub. Ona görə cavabımız A bəndə qalır. 23-cü sual. 23-də deyir ki, 19-cu əsrin 60-cı illərinə aid olanları müəyyən edin. 1860. Rusiyada burjuya statlarının həyata keçirilməsi 1864, götürürük. Amerikada 2-ci İstiqlaliyyət müharibəsi 1812-14, çıxırıq. Yaponiyada burjuya inqilabı 1868, götürürük. İngiltərədə 1-ci parlament islahatlarının həyata keçirilməsi 1832-ci ilə aiddir. Ona görə biz bunu da götürmürük. Doğru cavabımız oldu. 60-cı illər 1. 1864 burjuya islahatları, 3. 1868 islahatlar. Cavab 1-3-dür. Deməli, xəritə sualı. 19-cu əsrin ortalarında müstəmləkə zülmünə qarşı azadlıq hərəkəti baş verib. Bu hərəkata İngiltərə tərəfindən yatırılıb. Burada söhbət nədir? Uşaqlar, Çinlə Hindistan aiddir. 2 Hindistandır, bir də Çindir. Çünki uşaqlar, Taipinlər hərəkatı var. Onun yatırılmasında Amerika, Böyük Britaniya iştirak etmişdir. Elə eyni zamanda Fransa. Çində, yəni burada. Bir də Hindistanda da ki, sipahilər üsyanı var. Orada müstəmləkə zülmünə qarşıdır və İngiltərə onu yatırmışdır. Doğru cavabımız oldu 1 və 2. Sonra növbəti suala baxırıq. Deyir, Osmanlı və Fransa tarixində 19-cu əsrə aid oxşar xüsusiyyətləri müəyyən edin. Bax, uşaqlar. Deməli, Çar 1-ci Aleksandrın dövründə Rusiya ilə müharibə aparması düzdür. Həmin Fransada var 1812-ci il Borodina döyüşü. Osmanlıda da var 1807-ci il Gümrü döyüşü. 19-cu əsrə aiddir və 1-ci Aleksandr onu Rusiyada hakimiyyətdədir. Biz biri götürürük.
Trek müharibəsində Osmanlı dövləti yoxdur. Bilirsiniz ki, 40-42-dir, İngiltərə Çin olub. Sonra da Fransada olub, amma çıxırıq Osmanlı olmadığına görə. ABŞ-yə qarşı İngiltərə dövləti ilə müttəfiq olmaları Osmanlı dövlətinə aid deyil. Ona görə yanlışdır. Heç Fransada da yoxdur. Antanta dövlətlərinə qarşı müharibə aparmaları zaten Fransa Antanta dövlətidir. Krım müharibəsində Rusiyanı məğlub etmələri düzdür. Çünki orada Fransa, Osmanlı və İngiltərə də müttəfiq olmuşdu deyə qalib gəlmişlər. Doğru cavab 1 və 5-dir. Xronji ardıcıllıqdır. İllərin deyəcəm, özünüz düzərsiniz. Üçlər İttifaqının yaranması 1882-dir. Sipahilər üsyanının baş verməsi 1857-59-dur. Osmanlıların Prutda Rusları məğlub etməsi 1711-ci ildir. Napoleonun Austerlitz döyüşündə qalib gəlməsi 1805-dir. Bir daha deyirəm, bu deməli Napoleon 1805, Prut 11, Sipahilər 57-59, Üçlər İttifaqı da 1882. Sonra 27-ci sual. Deyir, Birinci Dünya müharibəsinə aid döyüşlər. 1914-16. Kütül Amara 1916-dır. İngilislər məğlub olub, bilirsiniz də, Osmanlı tərəfindən. Deməli, 2-yə aid daha bəndi. Tannenberg 1914 1-ə aiddir. Jutland dəniz döyüşü 1916 2-yə aiddir. Tərəflər mövqe müharibəsini keçib. Caperetto'nun ili kitabdan çıxarılıb 1917-ci illərdir, düşmür. Sadova da 1866-cı ildir. Avstriya-Prusiya müharibəsi, o da yoxdur cavabda. Ona görə yanlışdır. Sonra 28-ci sual. Burada uşaqlar siz mətni oxuyanda görəsiniz, mən oxumuşam, tanışam, indi yəqin siz də oxumusunuz. Burada söhbət Otto von Bismarckdan gedir, Almaniyada və birləşdirmə siyasətindən gedir. Deməli yazıb ki, inqilab da var hətta burada. Bismarckın mənbədə bəhs etdiyi nailiyyət yolunda irəli sürdüyü şüarı yazın. Bilirsiniz cavab nədir? Dəmir və qanla ölkəni birləşdirmək istəyirdi. 1862-də özləri rəhbər olub Bismarck, amma 1871-də vahid imperiya yaradıb Almaniyada. Sonra mənbədə bəhs edilən inqilabın qarşısına qoyulmuş vəzifə. Ümumiyyətlə siz baxsanız görərsiniz ki, Avropa tarixində baş vermiş bütün inqilablarda məqsəd feodal qaydaların son qoymaq, kapitalizmi inkişaf etdirmək və vahid dövlət yaratmaq. Burada da onu yazmalısınız elə. Mənbədə bəhs edilən dövrdə Prusiyanın xəritədə rəqəmlə göstərilən ölkələrlə münasibətlərdə hansı qayda ilə nizama salıb? Burada 1 Fransadır, 2 Rusiyadır. Fransa ilə müharibədə qalib gəlib 1870-ci il Sedan döyüşü, yadınıza düşürsə, Rusiya ilə də münasibətləri diplomatik yolla nizama salıb. Ona görə siz bu ikisini yazmalısınız. İndi növbəti suala keçirəm uşaqlar. Çox güman ki, bu sualda vaxtımız qutaracaq, yenidən qoşacağam. Yəni 10 dəqiqə fasilədən sonra yenə qoşacağam sizi. Çünki Zoom 10 dəqiqə fasilə verir. Birinci sual. Göstərilənlər aiddir. İngiltərə, Fransa və İtaliyada iştirak etmişdi. İtaliya iştirak etmişdi. Sonra növbəti Avstriyanın ərazi bütövi təminat altına almışdı. Burada söhbət Strelza konfransına gedir. 1935 cavabımız B-dir. Lokarno konfransı bilirsiniz ki 1925-dir. Polad 39-dur, Münhen 38-dir, Atlantika isə 41-ci ildir, Amerika tarixinə aiddir. Sonra ikinci sual. Hadisə nəticələrinin doğru verildiyi cavabı müəyyən edin. Millətlər Cəmiyyəti yaradılması 1919, ABŞ-nin yeni müstəmləkələrə keçirməsi səhvdir. Çünki Millətlər Cəmiyyəti heç Amerika yoxdur. Baxımız İngiltərədir, Fransadır, Yaponiyadır, Millətlər Cəmiyyətində iştirak etmişdi və Belçikadır. Ceneva konfransının çağırılması 1922-dir. Sovet Rusiyası və Almaniya iqtisadi blokadadan çıxmaq yolunda ilk addım atı düzdür. İkini götürürük. Ney müqaviləsi 1919-dur. Bolqarıstan bir sıra ərazilərinin qonşu dövlətə güzəşt etməsi düzdür. Bolqarıstan ney? Cavab 2-3-dür. Y variantı. Brent-Kellogg paktı 1928, Almaniya Millət Cəmiyyətindən çıxarılıb 1933 səhvdir. Cavabımız oldu Y bəndi. Növbəti sual. Amerika prezidenti həm Calvin Coolidge, həm də Franklin Roosevelt. İstehsal üzərində dövlətin nəzarətini ləğv edən Calvin Coolidge'dir. İqtisadi inkişaf etdirən hər ikisidir. Birtərəfli haqqında qanun Franklin Roosevelt'dir. Böyük dəyənək siyasəti heç birinə aid deyil. Bilirsiniz ki, daha əvvəldir. Theodore Roosevelt'dir. Sosial təminat haqqında qanunun qəbul olması isə Franklin Roosevelt'ə aiddir. Deməli, Roosevelt'ə aid oldu. C ilə Y variantı 2-yə, harda var o da B-də var. Sonra 1-ə aiddir A variantı, istehsal nəzarəti ləğv etdi. 3-ə də aiddir B, iqtisadi inkişaf etdirmişlər.
Xəritədə rəqəmlərlə qeyd olunmuş dövlətlərin ümumi cəhətlərinin verildiyi bəndi müəyyən edin. Yaxşı testdir bu uşaqlar. 1 Böyük Britaniyadır, 3 Fransadır, 4 Almaniyadır, 2 İtaliyadır, 5 isə Rusiyadır. Deyir 2 və 4 faşistlərə yardım etmək üçün İspaniya müdaxilə edib. 2 haradır? İtaliya, 4 Almaniya düzdür. 1936-cı il. Çünki İspaniyada vətəndaş müharibəsi olanda Almaniya və İtaliya faşistləri dəstəkləmək üçün 36 ora müdaxilə etmişdilər. Deməli, 1-4-5 dünyanın bölüşdürülməsi məqsədilə üçlük paktdır. Uşaqlar, 1 haradır? Böyük Britaniya, 4 Almaniya, 5 Rusiya. Üçlük paktı bilirsiniz ki, 1940-cı ildədir. Almaniya, İtaliya və Yaponiyadır. Ona görə bu da səhvdir. 1 və 3 20-ci əsrin 20-ci illərindən Sakit Okean mülklərinin birgə qorunması haqqında müqavilə imzalanıb. Yadınıza düşürsə 1921-22 Vaşinqton konfransı, orada deməli İngiltərədə var idi, Fransada var idi, Yaponiyada və Amerikada var idi ki, mülklərini qoruyacaqdılar. Ona görə biz bunu da götürürük. Cavab 1 və 3 C bəndidir. 2 və 5 o 20-ci əsrin 30-cu illərindən sakitləşdirmə siyasət yürütməsi 2 İtaliyadır, 5-dəki Rusiyadır. Səhvdir. Sakitləşdirmə siyasəti İngiltərədən Fransaya aiddir. 1 və 3. Ona görə bu da səhvdir. Doğru cavabımız qaldı C bəndi. 5-ci sual. Fransada 5-ci Respublika dövrünə aiddir. 5-ci Respublika 1958-də yaradılıb, prezidenti Respublikadır. Əlcəzairdə müstəmləkəçilik əleyhinə üsyanın başlanması 1958-dir. Başlanmışdı 4-cü Respublika, ona görə səhvdir. Ruandada qırğınlar 1994, cavab B-dir. Avropa İqtisadi Birliyin yaradılması 57-ci ildə düşmür. Alman işğal rejiminə son qoyulması 1944-dür. Monarxiyanın devrilməsi ki, Fransada hələ 1870-də idi. 6-cı sual. Almaniya Federal Respublikasının və Yaponiyanın 20-ci əsrin 50-ci illərinə aid ortaq cəhət. Cavab iqtisadi möcüzə baş verib. C variantı. 20-ci əsrin 50-ci illərdə möcüzə həm Yaponiya iqtisadiyyatına aiddir, həm də Almaniya iqtisadiyyatına aiddir. Sonra 7-ci sual. SSR-nin soyuq müharibə dövrü üçün səciyyəvidir. Soyuq müharibə 1946-dan 91-ə qədər. Kubada nüvə raketlərinin yerləşdirilməsi 1962, cavabımız A-dır. Soyuq müharibə dövrünə düşür. Çeçenistan müharibəsi 94-96-dır, soyuq müharibədən sonradır. Molotov-Ribbentrop 39-cu ildir, daha əvvəldir soyuq müharibədən. ABŞ tərəfindən müstəqil tanınması 1933-dür, daha əvvəldir. Almaniya dostluq müqaviləsinin imzalanması sərhədlər 1939-dur, daha əvvəldir. Cavabımız oldu A variantı. 8-ci sual. Taft-Hartley qanunu 1947-ci il Amerika, Harry Truman. 3-ü götürürük doğru cavab kimi. Burada Brext planı Böyük Britaniya 2020-ci il. Cavabımız 1 və 3-dür. Falkland böhranı da Böyük Britaniyaya aiddir, amma rəqəm gəlmir. Cavab B variantı oldu. Deyir ki, 20-ci əsrin 80-ci illərinə aiddir, yəni 1980. Almaniyanın vahid dövlətə birləşdirilməsi 1990-dır, səhvdir. Rusiya Federasiyasının Krımı ilhaq etməsi 2014-dür, səhvdir. Sovet qoşunları Əfqanistandan çıxarılması 1989-u düzdür. 79-da girmişlər, 89-da çıxmışlar, cavab C-dir. Pakistanın müstəqil dövlətə çevrilməsi 1947-dir. Varşava müqaviləsi təşkilatı isə 1955-dir. Sosialist ölkələrin hərbi birliyidir. 10-cu sual. Paris Sülh Konfransı 19. Təmsil edilən Avropa ölkələrinin müasir xəritədə müəyyən edin. Paris Sülh Konfransında İngiltərə, Fransa var idi, 1-lə 5-dir. Bax, 4 Almaniyadır, məğlub ölkədir deyə təmsil olunmur. 2 Rusiyadır, separat müqaviləsi imzalayıb deyə təmsil olunmur. 3 də Osmanlıdır, məğlub olub deyə təmsil olunmur. 1 və 5 A variantıdır. 11-ci sual. Türkiyə Respublikasına aiddir. Antanta dövlətləri Sever 1920. Osmanlı dövlətinə aiddir, Türkiyəyə aid deyil. Yunan ordusunun məğlub edilməsi və Anadolunun tamamilə azad olunması 1922. Deməli, o da Osmanlı, yəni Türkiyə Respublika deyildi, onda heç Osmanlı da deyildi sözümüz. Ona görə səhvdir. Millətlər cəmiyyət daxil olması 32 düzdür. Etatizm siyasətinin tətbiq olunması düzdür. Mustafa Kemal. Şəriət və vəqflər nazirliyinin ləğv olunması da bunlar 24-cü ilə aiddir, düzdür. Cavab A bəndidir. 12-ci sual. Çin Xalq Respublikasının mədəni inqilab tarixi. Uşaqlar, Çin xalq 1949-da yaradılıb, mədəni inqilab da 66-76-cı illərdir. Vətəndaş müharibəsi 1945-49-dur, səhvdir. Qırmızı keşikçilər adlı dəstə ilə mədəni inqilab illərindədir, düzdür 2. 4 modernləşmə Deng Xiaopingdədir, yəni 70-ci illərdir, səhvdir.
Yəni Maodan sonradır. Sonra kütləvi repressiyaların həyata keçirilməsi düzdür. Mədəni inqilab dövründə olmuşdur. Deməli cavabımız olur 2, 4, B variantı. SSR ilə dostluq müqaviləsi imzalaması 1950-ci ildir. Onda isə mədəni inqilab başlamamışdır. Sonra 13-cü sual. Bunu da deyirəm, sonra saxlayaq, 10 dəqiqə sonra qoşulacağıq. Amerika tarixinə aiddir. Deməli uşaqlar, bax, Richard Nixonun daxili siyasəti, Ronald Reaganın xarici siyasəti. Bax, deyir ki, ABŞ-ın qoşunlarının Vyetnamı tərk etməsi, bu bilirsinizdə uşaqlar xarici siyasətdir, 1973-dür, daxili siyasət deyil, amma Nixondur. Yeni iqtisadi siyasət daxili siyasətdir, biri aiddir B variantı. Ədalətli xətt siyasətdə Nixona aid deyil, Harry Truman deyə çıxırıq. Ronald Reaganın xarici siyasəti. Ulduzlar müharibəsi proqramının irəli sürülməsi düzdür. Özəl sektorlara dövlət nəzarətinin zəiflədilməsi bu xarici siyasət deyil. İraqa hərbi müdaxilənin baş verməsi isə Ronald Reagana düşmür. İndi burada saxlayıram uşaqlar, sizi 10 dəqiqə sonra yenə qoşacağam. Yaxşımı? Bəli uşaqlar. Deməli 14-cü suala baxırıq. Yəqin eşidirsiniz hamınız. 14-cü sualda deyir ki, daha əvvəl baş vermişdir. Bax, Ceneva konfransının keçirilməsi 1922-ci il, Sevr müqaviləsi 1920-ci il, Münhendə pivəxana qiyamı 1923-cü il, yəqin bilirsiniz Hitlerin dövlət çevrilişi, Vaşinqton konfransı 21-22-ci il, Weimar konstitusiyası 1919-cu il. Daha əvvəl cavab E variantıdır. Sonra 15-ci sual. Deyir, məntiqi ardıcıllığı tamamlayın. Sovet-Alman cəbhəsində əsaslı dönüş başa çatdı. 1943-cü ilin sonlarında Tehran konfransında Avropada ikinci cəbhənin açılması qərarı alındı və nəticəsi nə oldu? Sonra Amerika və Böyük Britaniya arasında Atlantika xəritəsi 41-ci ildir deyə səhvdir. Müttəfiqlər Normandiya sahillərindən çıxdı və Fransa azad olundu, düzdür. Cavab B variantıdır. Alman qoşunları Şimali Qafqazın bir hissəsini tutub 41-də, Yaponiya və SSR arasında hücum etmək haqqında müqavilədə 41-dədir. Stalinqrad döyüşündə Sovet qüvvələri Almanları məğlub etdi 42-ci il. Ona görə cavabımız oldu B variantı. Sonra 16-cı sual. İkinci Dünya müharibəsi, Krım konfransı 45, Potsdamdakı 1945. İkinci cəbhənin açılması haqqında qərar Krımda deyil, Tehrandadır. Ona görə səhvdir. BMT-nin iş qaydaları müəyyən olundu, doğrudur. 1B. Almaniyadan alınacaq təzminatın həcmi müəyyən edildi. O da səhvdir. Deməli o Potsdamdadır. Deməli burada bir də təhsil cavab B burada var, bir də burada. Potsdam dünyanın müharibədən sonrakı taleyinə həsr olundu, düzdür. Azad olmuş Avropa haqqında bəyannamə Krımda da səhvdir. Almaniyanın dövlət sərhədləri müəyyən olundu, düzdür. Cavabımız oldu Y variantı. 1B, 2A və C. Sonra xəritədə rəqəmlərlə göstərilən ölkələrdən heç birinə aid olmayan bəndi tapın. Bax, 1 Böyük Britaniyadır, 3 Fransadır, 4 İspaniyadır, 2 isə Almaniyadır. 20-ci əsrin 40-cı illərində müstəmləkələrə müstəqillik verməsi Böyük Britaniyadır, 1947-də Fransa, üzr istəyirəm, Hindistana verib. Deməli biz biri çıxırıq. Sonra A-nı çıxırıq. ABŞ-nin Marshall planına əsasən iqtisadi yardım alanlardan biri də AFR-dir, Almaniya Federal Respublikası 2-dir. B-ni də çıxırıq. Eviyan'da aparılan danışıqlar nəticəsində Əlcəzaira müstəqillik verilməsi 1962, Fransadır, 3-ü də çıxırıq. 20-ci əsrin 30-cu illərində faşist diktaturası yaradılıb 1939 İspaniya, 4-ü də çıxırıq. Montre konfransına əsasən boğazlarda üstünlük qazanan Türkiyə yoxdur, burada olmalıdır. Ona görə cavabımız oldu Y variantı. Sonra 18-ci sual. 20-ci əsrin 40-cı illəri Türkiyə, 1940-cı illər. 50-ci illəri isə Çin deyir, 1950-ci illər. NATO hərb blokuna qoşulan Türkiyədə 52, Çin qoşulmayıb, ona görə səhvdir. Aqrar islahatının keçirilməsi doğru cavabdır. Türkiyədə 40-cı illər, Çində 50-ci illər. Cavab B-dir. BMT üzv olması Türkiyə 40-cı illər, amma Çin 70-ci illər olmalıdır. Kore müharibəsində ABŞ-nı dəstəkləyən Türkiyədir. Özü də 50-ci illərdir. Səhvdir buna görə. 40-cı illər deyil. Konstitusiyanın qəbul olunmasındakı bilirsiniz ki, Türkiyədə yoxdur həmin vaxtda. Konstitusiya 61-də var. Cavabımız ona görə qaldı B variantı.
Bax, burada deyir, dünya iqtisadi böhranının təsirində ilə bütün ölkələrin gömrük maneələrinə artması Yaponiyanın yeni xammal mənbəyi və satış bazarı ələ keçirmək siyasəti yürütməsinin səbəbi oldu. 30-cu illərin əvvəllərində Çinin şimalındakı Mancuriyanı işğal etdi və burada özünə tabe olan oyuncaq dövlət yaratdı. Bəhs olunan siyasət nəyə səbəb oldu? A bəndi. Sakit Okeanda fəaliyyətin məhdudlaşdırılması uşaqlar. Bu 1921-22-də Vaşinqtonda, ona görə səhvdir. ABŞ-yə qarşı revanşizm siyasəti də Vaşinqtonda deyə səhvdir. Millətə cəmi tərk etməsi doğrudur. 33-də tərk etdi bu siyasətinə görə. Brian Kellogg 28-də ümumiyyətlə səhvdir. Almaniya müharibə elan etməsi yox, həmin vaxtda onlar strateji müttəfiq oldular. 20-ci sual. Münhen sövdələşməsinin iştirakçıları. Cavab 1938-ci il Almaniya, İtaliya, İngiltərə, Fransadır, yəni A variantıdır. 21-ci sual. Willy Brandtın şərq siyasəti. Uşaqlar, bax, 1969-da şərq siyasəti var idi. 1. Qərbi Avropa dövlətlərinin yeni sərhədləri tanındı, səhvdir. Çünki Şərqi Avropanın müharibədən sonraki sərhədləri tanınıb. Yəni, bu sizi çaşdırmasın. Ona görə biri çıxırıq. Qərbi Berlin statusu haqqında razılıq düzdür. ADR ilə dövlət arası münasibət yaradılması düzdür. Yəni, konstitusiyada səhvdir. Cavab 2 və 3-dür. ADR-də konstitusiya 49-da qəbul olunub. Cavabımız qaldı D variantı. Sonra 22-ci sual. Bax, bunu əzbərləmək lazımdır. 20-ci əsrin 40-cı illərində müstəqil dövlət olub. ABŞ-nin NATO-ya üzvü olmayan mühüm müttəfiqlərindən biri olan nüvə silahına malik yeganə müsəlman ölkəsi Pakistandır. Cavab C variantıdır. 23-cü sual. Nikita Xeruşov 53-dən 64-ə qədər SSR rəhbərlik edib. 1. Kapitalistlərlə sülh şəraitində birlikdə yaşama prinsipi düzdür. 2. Pasportlaşma sistemin tətbiqi 32-də başlayıb, Stalin səhvdir. Xam torpaqların istifadəsinə başlanması 50-ci illər düzdür. Cavab 1, 3. Aşkarlıq və sürətləndirmə 1985 deyə səhvdir. Qarbaçovun dövrünə düşür. 24. Weimar Respublikası dövrünə aiddir. 19-cu il 1900 qəbul olunub, 33-də ləğv olunub. 1. Almaniyanın Çexoslovakiyanı ilhaq etməsi 1939 səhvdir. Fransa və Belçika qoşunlarının Ruru işğal etməsi 1923 düzdür. Antikomitern 36-cı il düşmür. Almaniya və Sovet Rusiyası arasında iqtisadi saziş 22-ci il düzdür. Rapolla müqaviləsi 2 və 4-dür cavab. 1947-ci il Yaponiya konstitusiyasına görə özə bu ABŞ-ın vasitəçiliyi ilə qəbul olunub uşaqlar. Yaponiyada 1889-da birinci konstitusiya, ikinci 47-dir. 1. İmperatorun siyasi gücü möhkəmləndi, səhvdir əksinə. 2. Qadınlara seçki hüququ verildi, düzdür. 3. Hakimiyyət bölgüsü təmin olundu, düppədüz. 2-3 cavabdır. Mütləq monarxiya bərqərar olundu, səhvdir. Orada demokratik hakimiyyət orqanı yaratdılar. 26. Deyirəm, siz özünüz düzəlsiz, xronologiyasını. Fələstin Azadlıq Təşkilatı 1964-dür, FAT yaradılıb. Hindistan Respublikası 1950-dir, həmin ildə biz Çinlə SSR dostluq müqaviləsi imzalayıb. Şərqi Pakistanda müstəqil Bangladeş 1971-dir, həmin ildə Çin BMT-yə qoşulub. Almaniya arasında iki müstəqil dövlət 1949-dur, ona görə bu qaydada düzün. Sonra bir daha deyirəm, Fələstin azadlığı 64, Hindistan 50, Pakistanda Bangladeş dövləti 71, ADR AFD 1949-dur. 27-ci sual. Rəqəmli illəri görürsünüz 47, 48 və 50. Bax, bloklara qoşulmama hərəkatının yaranması 1961-dir, yoxdur burada. Hindistanda İngilis ağalına son qoyması 1947-ci il, 1-ə B variantı. İsrail dövlətinin yaranması 48-ci il, 2-yə C bəndi. Camp Davis sazişi 1978 yoxdur burada. Çexia ilə SSR arasında dostluq müqaviləsi 50-ci il var, 3-ə aiddir o da. Növbəti sual situasiyadır. Deyir, kapitalizmin nisbi sabitləşməsi dövründə Almaniyanın xarici siyasətdə Versal sülhünün şərtlərinin bir qədər yumuşaldılması mühüm yer tutdu. 25 oktyabrın 5-i 16-sında çağırılmış Lokarno konferansında Almaniya yenə də bərabər hüquqlu dövlət kimi tanındı və həmin konferansda ilk dəfə olaraq İngiltərə, Fransa Versal müqaviləsinin ədalətsiz olduğunu etiraf etməli oldu. Konferansda yekun aktı Almaniya, Belçika, Fransa, Britaniya və İtaliya arasında təminat müqaviləsi imzalandı. Bəhs edilən Versal müqaviləsinin tarixini yazın.
Mənbədə bəhs olunan Versal müqaviləsi 1919-cu ildir. Bura yazarsınız 1919-cu il. Sonra növbəti suala keçirik. Deməli, 29-cu sual. Deyir ki, mənbədə bəhs edilən konfransın Almaniya üçün mənbədə verilməyin nəticəsini yazın. Orada Lokarno konfransından danışılır və onun nəticəsində Almaniya Millətlər Cəmiyyətinə üzv oldu. Yəni siz yazmalısınız Millətlər Cəmiyyətinə qoşulması 1926-cı il. 30. Mənbədə bəhs edilən Versal sülhünün ləğvini sürətləndirən səbəblərdən ikisini yazın. Uşaqlar, orada yazmaq olar ki, deməli, bax, Sar vilayətinin Almaniyaya birləşdirilməsinin başlanması, ordu və donanmanın bərpa olunması, bilirsiniz də, baş qərargahın falan bərpa edilməsi və faşistlərin hakimiyyətə gəlməsi Versal müqaviləsinin deməli, ləğvini sürətləndirən səbəblərdəndir. Bəli, bu testimiz bu qədər.